Laylaca, indi namaz bundan qabaq video çəkdim. İndi də yorulmuşam. Namazımı qıldım, uzandım. Uzandım deyəndə yenə bizdə var ya, belə pis baxırıq. Onda belə çıxır ki, hamı uzananda günah işləyir, hə? Nəysə, bayaqdan deyirsən ki, onu sil, o videosuz, bu videosuz. Haqqı silməzlər. Haqqı silmək qadağandır. Silmək olmaz çünki. Çünki günahdır. Mən haqqı çatdırıram. Sən bir şeylər deyəsən, birinci onu deyim ki, bundan sonra paylaşırsan, yox. Bundan qabaq çəkdiyim videoda başımı dincəlməcə. Mələk, aha. Yabısız deyil. Nə var ki, nə deyil? Balmisada uzanan xəstələr, evində dincələn adamlar, tərbiyəsizlər. Hə? Sizdə ancaq kişilər uzana bilər. Niyə qadınlar uzanmağa? Harada qadınlar qoyulur? Heç yerdə, şurada. Uzanmışsan, yorulmuşsan, ona görə uzanmışsın. Sonra, Laylaca, qadınam, deməli, mən deyim, deyim, çox sormalı, deyim. Allah'ın salamı, xeyri, deyim, sonra deyərsən, bizə salam olsun, başa düşdü, sağ ol, deyim. Deməli, sən sağ ol, deyim, mən onun adı, yaxşı deyim. Siz də sağ olun, yaxşı, siz də, biz də sağ olun, siz də deyim, cümlədir. Amin, müsəlmanlar deyim. Deməli, mən Layla çatdırmaq istəyirəm ki, onun namazla bağlı video çəkimi indi paylaşacağım da, onun yanında. Nə demək istəyirəm Layla? Layla, orada yadıma düşdü, az qalmışdı, ondan. Qovulmuş şeytanın Allah'a sığınıram deyəndə, gördün, namazın ortasında da olur. Gördün nə oldu? Bax da, necə görməm, sana görməmsən, mən sənin yanında eləməmişəm, çünki mən o eləmirəm, amma vəsvəsələrin cürbəcür növlər var, vəsvəsələr səndə laf çoxdur, məsəl üçün, ona dəymə, özü düşünsün, deyim ayrısın da, vəsvəsəsini tanısın, yox. Özü düşünsün də, uşaq deyil. Laylaca, uşaq deyilsən ona görə də, amma görməmişsən elə mən eləyəndə, yəni mənə, vəsvəsə gələn elə, sonra, qurban olmalı, Peyğəmbərlər gəldi vəsvəsə, sonra, aya var, demişsən onu sonra. Şimdi, bir də ki, Laylaca, haqqı paylaş, təkcə Laylacar deyil, videoya baxan olsa. Sonuçta nə dedi Mehmet Okyan deyil, Aysel deyil. Deyil, qayəmiz bir adam belə olsun. Haqqı qəbul etdirə bilməliyik. Çağırış elədir. Dəvət. Dəvətimiz olur. Məndə elədir. Məsəl üçün, nəyi demək istəyirsən? Özümlə bağlı bir şey, Laylaca, mən nə başa düşür də, xəstəlik başa düşür. Mamam elə başa sardı onu ki, amma ki, əslində, mən Layla, sən yadında qalıb ya yox, qalar onun yadında deyil. Mən üzü qibləyə, o evdə də üzü qibləyə, bu evdə də üzü qibləyə nə olurdu? Halsızlaşıb, bizdən uzanıb, belə, əlim hərdən qalxır ki, boşun nə olursa, titrəyiş bədəndə olur, özün bilirsən, özümdə olur, mən hiss edirəm, sonra hiss edirsən, ya bilirəm özümü. Özümdə deyiləm kimi görmürəmsə də, sən həmişə özündə olursan, elə adamlar psixi pozğunluğu olan
kimi görünən adamlar hamısı özlərində olur, amma başqa şeylər də olur, onlar səndə. Heç vaxt olmadığını söz ver. Söz ver deməzlər, Rahməli. Ay sağ ol. Onda iki tərəfli denə. And içirəm, və söz verirəm ki, daha qısaltmağa tez-tezi alınacaq. Uzadırsan həmişə. Tez-tez cəhd edər. Məsəl üçün, mən yazanda, məsəl üçün, videolar çəkib adlarını qoyanda da bilmirəm, düşünürəm özümü, Allah nə yazdım deyə düşünürəm. Yazıram, görürüm ki, maraqsız. Yəni, bir cürə yazıram. Sonra ki, Mələk deyir ki, Valezə, hamı üçün denə, inşallah. Deməli, görürüm ki, Mələk deyir, cəhd edir, yəni əlimi tərpətməyə cəhd edir. Əlimi tərpətməyə cəhd edirəm, amma gözəl, qəşəng yazılır, söz, özümlə razı qalıram. Çünki çox gözəl alınır. Yox, Allah qismət edir, Allahın lütfü böyükdür və unutma ki, bu da haqdandır. Psixiatriyada bir qadın görmüşdüm. Mən bircə dəfə psixiatriyada, bircə dəfə, ne deyəcəm, əlavəsi də var, bircə dəfə əlim qalxıb məşləğədə çoxdan onda. Amma evdə həmişə tez-tez, yəni, hər gün olur. Əlim qalxıb, bir ara amma olmadı elə. Nəysə, ara-sıra olurdu. Sonra əlim qalxır, hansıyla sol əlim qibləyə və nə olur? Amma titrəyişdən sonra əlim qalxanda ovucumun kira belə atılır qibləyə və orada mənə enerji gəlir. Ondan sonra mən o enerjini əvvəl cürbəcür birdən orada durursan ayağa, birdən nə olur? Birdən dincəlim. Birdən də ki, mələk belə vurur, belə eləyir, belə dolub belə şillə vurmuşam. Möhkəm, nəysə, sonra da ki, yəni, yaxşı, psixiatriyada nə gördün, nə olmuşsa, neylədin? Bir şey var da, bu xəstəlik deməli, mən onu bəbir deyim ki, xəstəlik deyilsiniz, günahda uzatma həm də, yaxşı. Deməmiş, əlçək neyəsən, yaxşı demir. Bu xəstəlik nə bilir ki, qiblə hardadır, sonra niyə mən özümdə oluram bəs, niyə qıraqdan, nəysə, sonra paranormal hal deyirlərdim, paranormal hal, sonra normal yox. Deyim ki, mən, dincəlmə gözü deyim, hələ deyim, inşallah. Amin deyim. Deməli, psixiatriyada məndə bir dəfə elə olanda qızlar dedilər, qorxdular hamısı, dedilər, nə oldu, belə şeylərdir. Bir yanında bir dənə qadın uzanmışdı, çox belə ağıllı adam idi, elə orada hamısı ağıllı. Sonra, yox, bir ikisi var ki, cinlərlə danışır, amma bu qədər yox idi o. O qadın ölüb, bəlkə də ölüb. Sonra adını tapmağa çalışmaz, davay tez o. O mənə yorucu olur, həmdə. Dincəldi, biz də dincəldiyimizdə yorulmamışdım mən. Dinləyicilər üçün dincəldilər səni. Demək, Valezə, bu qadın dedi ki, qorxmayın, dayanın, dedi, məndə də elə olur da, o əvvəl. Bu dedi, ilahidən yaxşı bir şeydir. Sonra o nə vəziyyətdəydi, onu deyim. Eşən Mustafayev var idi, o başları. Tutdular, bıraxdılar, tuvallar, bıraxdılar. Onun gərək canını çıxardılar, ət-təkənlə keçirə verəcək demirəm. Amma o cəmaatı ət-təkənlə keçirməkdən bətər eləyib. Nəysə, ondan danışmırsan, qısa. Şu an qanın qaraqlığında var. Nəysə, bu Eşən Mustafayevin dövründə idi. O qadın dedi ki, mən ildə
bir dəfə dedi, həm də ildə bir dəfə bir ay. Aha. Gəlirəm müalicədən keçirəm və buna neynirlər? Ancaq qalafrizol yürüdürlər. Verirlər, bu iğnələyirlər, verirlər. Nəysə, bu qalafrizol da dəhşətli bir şeydir. Bundan hər an bir pis vəziyyətə salır, birinin gözü belə qalxır, biri titriyir, mənə titrəmədi, yazda gəlir, dözə bilmirdi. Boşum, sən geri tüpürürdün çoxlar, ola həkimlər də bilmirdi, həkim deyilən bilirlər. Sonra cinayətkar, ay sağ ol, sonra İstənsən, bəli, hə, sən demək istəndim öyle yanım tutar. Deməli, o şey elədi. Bu bayra çıxmaq istədi, yəni həyat yoluna. Bu dura bilmirdi ayağa. Qalafrizol bunu da qurutmuş elədi. Deyirdi, mən həmişə burada müalicə olunanda deyirdim, güya müalicə olunanda quruyurmuş, belə olurmuş və evə gedirilmiş taxta kimi evdə açılırmış da, o güya müalicə olunur burada. O zibil qalafrizol dəhşətli bir şeydir. Sonra narkotikin bacılarıdır, psixiyatrik dərmanlar. Bacılar yox, baldızlar. Hə, narkotikdən pis şeydir. Sonra narkotik də pis şeydir. O hamı bilir də, dünya bilir. Psixiyatrik dərman da çox pis şeydir. Belki o bacılar deyim, ben yaş bacılar. Sonra biri bacısı, biri baldızı, bu şey. Deməli, bu qadın ayaq yoluna çıxmaq istəyəndə ayağa durdu. Dura bilmədi. Durmaq üçün bunu şeyler verdiler, bunu zorla tuttular, bu taxta kimi qurulmuşdur. Bu adam qalxdı, ondan sonra daha doğrusu qaldırdılar, vedirə qoydular, gedə bilmirdi, yeriyə bilmirdi, geçsin ayaq yoluna. Onun da biri paltarını çıxartdı, biri əlindən tutdu, biri orada nəsə qurudurdu da bu qalafrizolunu. Bu söymə, cinayətkar o niye o vəziyyətə saldı ki, nə, bu üçün sonra dünyada mələk bu başa alıb gedirir, bu Azərbaycanda Allah nəysə sən gördüyün odur. Nə olur sənə o əlin gedəcək qalxanda, enerji gəlir, məsəl üçün mənə, məsəl üçün mən şey olanda, hədiyyə lalə üçün inanmırsa ki, kafir olacaq, denə. Benim de Allah şahitlik deyirəm ki, onda mənə enerji gəlir. Məsəl üçün, mən bütün gücdən düşəndə düz elə olur ki, Allah'a yalvarıram. Yalvarıram, yox, xahiş edirsən. Yalvarıram, sözün deyirsən, səmimi olaraq. Allah da səni Lalilə qorxmuş gəldi. Allah da səni eləyir. Laliyyatdan qorxmuşsan. Allah mənə güc verir. Mənə belə bizdən ölülər vəziyyətdə bilinir. Ay şükürlər, tez də şükür edirsən, təşəkkür edirsən Allah. Lalə də qorxmuş, belə olanda mən qorxur deyir. Bismillahirrahmanirrahim. Belə bir şey ölür deyildi ki, bu qabaq videoda sərmişdim. İndi də dedim, sonra neymişsən? Qurban olmalılar, mələk, söndür. Yaxşı. Sən nə var? Söndür.